Gəlin Allahın və ondan başqalarının həyatımızdakı rollarına baxaq. Allah bizim yaradıcımızdır. Xalaqal insan. Allah insanı xəlq etdi. Allah bizim və bütün aləmdəkilərin Rəbbi və tərbiyəçisidir. Elhamdülillahi Rabbil alemin. Allah bizi çox sevir. İnnəllaha bin-nasi lerauf. Allah insanlara qarşı şəfqətli və mehribandır. Allah bizim duamızı, çağırışımızı eşidir. İnnəkə səmi'ud dua. Şübhəsiz ki, sən duaları eşidənsən. Allah insanın fəryadına çatandır, köməkçisidir. Əmmən yücibul muddarra izə da'ahu və yəkşifus-su. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şərri sovuşduran kimdir? Allah insanı düzgün yola yönəldir. Uğrumuzda cəhd və cihad edənləri mütləq öz yolumuza yönəldəcək. Allah insanı qoruyur və himayə edir. Həqiqətən mənim himayədarım kitabı nazil edən Allahdır. O, əməli salihlərə himayəçilik edir. Allah insana inkişaf və kamillik bəxş edir. Yəhdi ilə rüşd. O, doğru yola yönəldir. Allah insana rahatlıq və qəlb aramlığı verir. Ələ bi zikrillahi tatma'innul qulub. Bilin ki, qəlblər ancaq Allahı anmaqla rahatlıq tapır. Allah insana öyrədir. Əlləzi alləmə bil qələm. Hansı ki, qələmlə öyrətdi. Allah insana bolluq və artım verir. Ləin şəkartum ləəzidənəkum. Əgər şükür etsəniz, mən sizə, yaxud sizi artıraram. Allah insanın xəstəliyinə şəfa verir. Və izə məridtu fəhuvə yəşfin. Xəstələndiyim zaman o mənə şəfa verir. Allah insanın gələcəyə olan ümididir. O kəs ki, din günü xətalarımı bağışlayacağını umuram. Bəs, əzizlər, Allahdan qeyrilərinin həyatımızdakı rolu nə ola bilər? Allahdan başqası dedikdə, Allahı qoyub ondan başqa ilahiləşdirilən, yaxud Allah mövqeyinə qaldırılan, insanın özünə məbud düzəltdiyi və ya seçdiyi hər şeyi, hər kəsi nəzərdə tuturam. Qurana görə Allahdan başqasının həqiqi yaradılış qüdrəti yoxdur. Allahdan başqaları insanın istəklərindən xəbərsizdirlər. Allahdan başqaları insanın duasını eşitmirlər. Allahdan başqaları insanın yalvarışına cavab vermək qabiliyyətinə malik deyirlər. Allahdan başqaları insana düşməndirlər. Yəni, insanlar bir yerə toplanılacaqları zaman onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər. Allahdan qeyrisi hadisələr qarşısında gücsüzdürlər. Onlar sizdən zərəri uzaqlaşdırmağa qadir deyirlər. Allahdan qeyrisinin nə fayda verməyə, nə də zərəri dəf etməyə qüdrətləri çatır. Nəticə olaraq Həzrəti Yusufun Qurandakı sözlərini yad edək. Müxtəlif tanrılar yaxşıdır, yoxsa yeganə qahir Allah.